Ağıllı adam stres keçirməz mənim balam. Sən kimisə dərdin niyə özümə yüklüyürsən? Enerjini özündə saxla. Müğənni Xatirə İslam sosial şəbəkədə atası Novruz Əzizovun görüntülərini paylaşıb. Videoda atasının Xatirəyə bəzi məsləhətlər verdiyi kadrlar əks olunub. Sənətçinin atası ona özünü heç vaxt stresə salmamasını bildirib. Novruz Əzizov ağıllı adam stres keçirməz deyə bildirib. Müğənni Səbinə Ərəbli Bakıdan köçüb. Bu barədə sənətçi Günə Uğurla verilişinə telefonla qoşularaq deyib. O bildirib ki, artıq Xankəndidə yaşayır. Bir həftədir köçmüşəm Xankəndiyə, burada yaşayıram. Qarabağ Universitetində dərs deyirəm. Fəxr edirəm ki, doğma Qarabağımızda çalışıram. Bu arzularımdan biri idi.